Qardaş, BMW rasxoddur da. Gəl Yapon maşını alaq. Usta tanımırsan. Yoxsa BMW aldınsa qalırsan ustalarda. Sən dediyin 20-25 ilin BMW-lərinə aiddir. İndiki BMW-lər həm daha güclüdür, həm də daha dözümlü. Benzin motoru apartulla. Deyirlər ki, sep problemi olur. Əgər bu F10 olsaydı sənlə razılaşardım, amma C30-larda yeni nəsil 2 turbo motorlar var, hansı ki bunlarda zəncir problemi yoxdur. Amma qərarında qətisənsə onda dizel al. Kim deyə dizelin YGR DPF ilə məşğul olan? İndi hamı elektrik və yaxud da hibrid sürür. Lap yaxşı, onda plug-in hibrid al, evdə şarj elə, tək elektrikli 40 km gedir, 0-dan 100-ə də 6 saniyədə. 6 saniyə? Hə, özdə 100-ə də 3 litr sərfiyyat, necədir sənin üçün? İndiki BMW-lərində heç ruhu yoxdur. Yadıma sal, bir gün səni 540-da gəzdirim, B58 mühərrik 340 at gücü ilə, onda bilərsən BMW-nin ruhu var ya, yoxdur. Sənə deyim, salon da pis deyil ha. Dərisi, monitoru, lüku. Manevri yaxşıdır, yumşaqlığı da var. Səs izolyasiyasındakı biznes klass. Sən bu qədər məlumatı hardan bilirsən? Məni izlə, sən də bil.